Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, xüsusilə aramızda olan Seyyid Peyğəmbər nəslinin davamçılarına və ümumən səsimizi eşidən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları Rəbbimizə üz tutaraq əl açıb dilədiyimiz bütün hacət və mətləbləri rəva eləsin inşallah. Və bu rəhmət, bərəkət, məğfirətlə dolu olan ayda tutduğumuz orucları həqiqi oruc tutanların oruclarından qərar versin inşallah. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi biz aylar içərisində ən fəzilətli ayın ilk cüməsindəyik. Həmi mübarək Ramazan ayı münasibəti ilə, həmi bu ayın ilk cüməsi münasibəti ilə bütün dünya müsəlmanlarını, sizləri səmimi dildən, qəlbdən, başda zamana imamımız olmaqla təbrik edirəm. Allah bu ayı, bu günü, ümumən bütün günlərimizi bizə mübarək qərar versin inşallah.